Salam değerli izləyicilər, 7 noyabr 2025-ci il aprel döyüşləri şəhidi XTQ Gizri Pəncəli Nurməmmədoğlu Teymurova ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzarut kəndində anadan olub. 3 aprel 2016-cı ildə aprel döyüşlərində şəhid olan hərbçi igidliyə görə vətən uğrunda hərbi xidmətdə fərqlənməyə görə, qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medalları ilə təltif olunub. Milli qəhrəmanın anası Vahimə Teymurova sevincini Qafqaz Info ilə bölüşüb, bildirib ki, 10 ildir mənim gözüm yolda idi. Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən öz prezidentimi təbrik edirəm, o bu sərəncamı verib. Kimin bu işdə əziyyəti olubsa Allah onlara can sağlığı versin. Həmişə başı uca eləsin. Azərbaycan xalqı həmişə azadlıq, əmin-amanlıq içərisində yaşasın. Çünki bizim övladlarımız bu azadlığı xalqımıza qazanıblar. Bu azadlıq əbədi olsun, daimi olsun. Mən çox qürur hissi keçirirəm, həddindən artıq həyəcanlıyam deyə şəhid anası bildirib.